Herkese salam değerli izleyiciler. Ben Reşat. Yeniden sizinle yeni çekiliş aparacağım bir yer hakkında kısa zanlarlık verin ve içeriye bakıyorum. Video roliklere görürsünüz. Bir gece görüntüsüyle çekiliş yaparım ve çekilişte her hansı bir qeyri-adi bunu açın. Değerli izleyiciler, içeriye daxil oldum. Burada kimse var. Əziz dostlar, çəkiliş aparadığım yeri məxfi saxlayacağım və buna səbəb isə videoda həm maraq dairəsi yaratmaq, həm də ki, bəzi stalkerlərin bura daxil olub çəkiliş aparılmasının qarşısını almaq üçündür. Değerli izleyiciler, gördüğünüz kimi ev tamamıyla qorxu atmosferinə malikdir. Burada kimse var. Köhnə bir ideal. Ne var burada? Kimsenin yazıq vaxtı ikən neysə qoyub, özüm də başa düşmədim. Əziz dostlar, bunu da qeyd edeyim ki, bu çəkiliş bizim kanalın bu nədir belə? Xurcuna da oxşuyuram. Bu çəkiliş bizim kanalın 10-cu sezonun 1-ci açılış çəkilişidir və çəkilişdə hər hansı bir qeyri-adi bir şeylə bu isə spesifikadan düzəlmiş bir kilsədir. Değerli izleyiciler ve sözüm yarımçıq kaldı. Wow. 10-cu sezonun 1-ci buraxılışını sizə təqdim edirəm. Kimsə var burada? Burada kimsə var? Bunlar belə kazanı doğuş. Bu da böyle bir şeydi. Değerli izleyiciler, ilerlemeye devam. Nedir? Burada şeydi. Burada böyle bir şkaf da var içinde bazı. Wow, bu ne böyle? Değerli dostlar, bu isə həyat çəkən maşındır. Köhnədən qalmağa bilinir onsuz da. Biz isə çəkilişimizi davam edirik. Ev əşyası ilə tam şəkildə qalıb. Dediyim kimi vaxtı ikən bu evdə qeyri-adi hadisələrin olduğunu deyirlər. İndi isə tərk edilmiş formada əşyalı şəkildə də qalıb və özünüz də görürsünüz ki, qorxu atmosferinə malik bir evdir. Kimsə var burada. Şəkillərə bak. Göründüyü kimi köhnə şəkillərdən ibarət. Aziz dostlar, çəkilişimiz devam ediyor. Kimsə var burada? Burada daxil olaq. Gördüğünüz kimi aşağıya düşdüm. Buranın tek çəkiliş yaparım. Gecə görüntüsündə mən özüm də çölü görə bilmirəm. Sadəcə kameranın monitorundan izləyirəm. Kimsə var? Əziz dostlar,
çəkilişimiz davam edir. Kanala abunə olmayanlar kanala abunə olun. Rəylərinizi videonun altında qeyd edin. Buranı tərk eləyək. Əziz dostlar, çəkilişimiz davam edir və çöldən də belə görünüşə malikdir. Biz isə irəliyə o bir sahəyə də daxil olacağım. Daha doğrusu biz deyirəm, amma tək çəkiliş aparıram. Çünki vərdiş olaraq biz sözü dilimə oturub. Amma çəkilişləri tək aparıram. Dəyərli izləyicilər, zülmət qaranlıq olduğu üçün yolu görməkdə biraz çətinlik çəkirəm, amma irəliləməyə davam. Wow. Mən də qorxuram ki, ilan ola bilər. Buradan keçim. Wow. Kimsə var burada? İlerlemeye devam. Zölü sayın soyuqlamışam. Bu nədir belə? Bu balondu amma boşdu. Əziz dostlar, bunu da qeyd etmək istəyirəm ki, əlcə ilə gəldiyim üçün sizə bunu bildirim ki, bəzi şeylərə ses geldi ama bilmədim neydi. Öskürək ses kimi bir şeydi. Neydi? Hər neysə. Və demək istəyirəm ki, dəyərli izləyicilər, ev uçqun vəziyyətdədir. Yəni taxt köhnə tikili olduğu üçün taxtadan tikilib. Dəyərli izləyicilər, çəkilişimiz davam eləyir. Kimsə var burada? Wow. Hələ ki qeyri-adi bir şeylə rastlaşmamışam. Ola da bilər ki, gözümdən nəysə qaçıb eləyib. Sizdən istəyim, kanala abunə olasınız, kanala dəstək olasınız. Hər hansı biriniz çəkilişdə iştirak edilmək istəyirsinizsə, mail şəklində mail göndərə bilər. Belə bir yerlər bilirsə, əlaqə saxlaya bilər. Mail vasitəsilə biz ona, daha doğrusu mən ona geri dönüş eləyib, hətta görüşüb çəkilişə də gedə bilərəm. Dəyərli izləyicilər, wow, kimsə var? Gördüyünüz kimi tamamilə əşyasıyla birlikdə tərk edilmiş bu ev qorxu atmosferinə malikdir. Burada nə var? Əziz dostlar, çəkilişimiz hələ ki davam edir. Burada bir köhnə televizor var. İşləyib işləmədiyini bilmirəm. Biz də onu bilirəm ki, qorxu atmosferi məni bürüyür. Kimsə var burada. Gördüyünüz kimi köhnə SSR dövründən qalmış bu ev tamamilə əşyasıyla birlikdə atılıb və bunu da qeyd edirdim ki, əlcə ilə çəkiliş aparmağımın səbəbi ondan ibarətdir ki, hər hansı bir lazımsız bir şeyə toxunarkən əlimə zədə dəyməsin. Bunları belə. Dəyərli izləyicilər, kanala dəstək olun. Kimsə var burada?
Kimse var burada. Düşlerim biz oldu. Kimse var. İşare verin. Aziz dostlar, ilerlemeye devam. Çıxacağım. Hazırda 12-ci dəqiqəyə yaxında çəkilişimiz davam edir və çəkiliş vaxt ərzində heç bir qeyri-adi bir şeylə rastlaşmamışam. Düzdür, qorxu hissi içimdə var, amma kimsə var burada. Aşağıya düşməyə çalışacağım. Değerli izleyiciler, ilerlemeye devam. İçerini terk edelim ve yeniden size bildirmek istedim ki kanala abone olun. Reylerinizi videonun altında qeyd edin. Yeni sezonun, yeni çəkilişləri sizin üçün tezliklə yenidən kanalda olacaq. Bu çəkilişdən əlavə daha qorxulu və vahiməli yerlərdə çəkiliş aparacağım. Əziz dostlar, kanala abone olmağı unutmayın. Ən əsas da ki, rəylərinizi videonun altında qeyd edin. Yaxşı rəylərdən danışıram, çünki yaxşı rəylərə hər zaman cavab verilir və nəzərdə saxlanılır. İndi isə mən sizinlə sağollaşıram. Yeni yerlərdə görüşmək üzrə. Sağ olun.